Salam əziz dostlar. Dünən Azərbaycanın milli bayramı Həzrət Halloween bayramını qeyd edirdik və mən düşünürdüm ki, nəsə qorxulu bir şey etmək lazımdır və bu səbəbdən Azərbaycanın ən yaxşı mediatorunu tapıb o ilə bir qəşəng balqabaq şorbası yeyərək Azərbaycanda boşanmanın səbəblərini araşdırmağa başladım. O çox maraqlı bir geri dönüş etdi mənə. O dedi ki, Azərbaycanda boşanmaların bir nömrəli səbəbi qadınların qaynanası və baldızları ilə yola getməməsidir. Və bunun çox düşünürəm normal izahı var. Azərbaycan mamaları öz oğullarını o qədər sevir ki, onları daim olaraq öz yanında saxlamaq istəyir. Hər şeyini, bütün ümidlərini, bütün sevgisini, bütün xəyallarını, bütün gələcəyini öz oğullarına bağladığına görə separasiyadan keçə bilmirlər. Və gəlinini daha çox rəqib kimi görürlər. Mənim mamam bir gün mənə deyir ki, həmkarın öz gəlin arasındakı söhbətə qulaq asıb. Mən o vaxtları evli deyildim. Mənim 18 yaşlarımdan söhbət gedir. Qaynananın gəlini ilə söhbəti çox mehribancasına keçir. Və anam sonra soruşur, yəni ki, səbəb nədir? Niyə görə bu dərəcədə mehribansınız öz gəlininizlə? Həmin qadın da ona qayıdıb deyir ki, mən sadəcə oğlumu çox istəyirəm ki, o xoşbəxt olsun. Buradan çağırışım bütün analara da məhz. İmkan verin, oğlunuz xoşbəxt olsun. Əl çəkin gəlinlərinizdən, imkan verin ki, özləri bildikləri qədərilə öz həyatlarını qursunlar. Hələlik.